Dostlar, salam. Bilirsiniz, məni həkim kimi ən çox nə təəccübləndirir? Biz bəzən yeni trend kimi gördüyümüz şeyləri əslində uşaqlıqda çox təbii şəkildə edirdik. Bir pasiyenti mənə demişdi: "Doktor, bu intervallı aclıq mənə uyğun gəlmir, başım gicəllənir." Mən ondan soruşdum: "Uşaqlıqda necə qidalanırdınız?" Dedi: "Səhər yeməyi, məktəbdə nahar, axşam yeməyi. Axşamdan sonra isə mətbəxə gedilmirdi." Mən gülümsədim. Çünki bu əslində intervallı aclığın ən sadə forması idi. Sadəcə o vaxt heç kim buna dəbli ad qoymamışdı. Bugün intervallı aclıq haqqında danışacağıq. Amma Instagramda satılan parlaq versiyasından yox. 16 saat ac qal, hər şey düzəlsin tipli sadə nağıllardan da yox. Biz bu mövzuya həkim kimi baxacağıq. İntervallı aclıq nədir? Niyə pəhriz deyil? Bədəndə nəyi dəyişir? Kimlər üçün faydalı ola bilər? Kimlər üçün isə təhlükəli ola bilər? Və ən əsası, bunu necə etmək lazımdır ki, bədənə kömək etsin, zərər verməsin? Mən doktor Azərəm. Gəlin bu mövzunu sıfırdan və düzgün quraq. İntervallı aclıq nədir? İntervallı aclıq sadə dildə belədir. Siz bütün günü yemirsiniz. Siz müəyyən saatlarda yeyirsiniz. Müəyyən saatlarda isə bədənə fasilə verirsiniz. Ən məşhur model 16-ya 8 modelidir. Yəni 16 saat yemirsiniz, 8 saatlıq pəncərədə qidalanırsınız. Məsələn, axşam son yemək saat 7-də olur. Növbəti yemək isə səhər 11-də. Bu zaman siz əslində bədənə uzun bir həzm fasiləsi verirsiniz. Və burada çox vacib fərq var. Pəhriz sizə deyir: bunu ye, bunu yemə. İntervallı aclıq isə deyir: nə vaxt yediyinə bax. Bu o demək deyil ki, nə istəsəniz yeyə bilərsiniz. Yox, bu yanlış yanaşmadır. Amma əsas prinsip qida siyahısından çox qidalanma ritmidir. Çünki bədən yalnız nə yediyinizə yox, nə vaxt yediyinizə də reaksiya verir. Niyə bu mövzu 50 yaşdan sonra daha vacib olur? Gənc yaşda bədən çox şey bağışlayır. Gec yemək, şirin yemək, səhər yeməyini atlamaq, gecə qəlyanaltısı, qarışıq rejim. Amma yaş artdıqca bədən daha həssas olur. İnsulin sistemi əvvəlki kimi işləmir. Əzələ kütləsi azalır. Qaraciyərin metabolik yükü artır. Gecə həzmi yuxuya daha çox təsir edir. Qan şəkəri daha tez oynamağa başlayır. Və insan birdən hiss edir ki, əvvəlki vərdişlər artıq əvvəlki nəticəni vermir. Əvvəl gecə yemək problemi olmurdu. İndi səhər şişkinlik, ağırlıq, yorğunluq verir. Əvvəl çörək, kartof, şirniyyat bədənə elə də təsir etmirdi. İndi qarın böyüyür, enerji düşür, şəkər oynayır. Bunun səbəbi təkcə yaş deyil. Bunun səbəbi metabolik elastikliyin azalmasıdır. Yəni bədən enerji mənbələri arasında əvvəlki kimi rahat keçə bilmir. Bədən iki rejimdə işləyir. Bunu çox sadə izah edim. Bədən sanki iki enerji rejiminə malikdir. Birinci rejim, qidadan gələn enerji. İkinci rejim, daxili ehtiyatlardan istifadə. Əgər siz gün ərzində tez-tez yeyirsinizsə, bədən daim birinci rejimdə qalır. Səhər yemək, sonra çayla şirniyyat, sonra nahar, sonra meyvə, sonra axşam yeməyi, sonra gecə bir şey. Bu zaman bədənə fasilə verilmir. İnsulin tez-tez qalxır. Qan şəkəri tez-tez dəyişir. Həzm sistemi daim işləyir. Bədən ehtiyat yağlara keçməyə imkan tapmır. Amma yemək arasında uzun fasilə olanda bədən başqa siqnal alır. Hazır qida gəlmir. Deməli, daxili ehtiyatlardan istifadə etmək lazımdır. Bu zaman insulin azalır. Yağların istifadəsi asanlaşır. Hüceyrələr bərpa rejiminə daha rahat keçir. Bu sehir deyil, bu fiziologiyadır. İnsulin niyə bu qədər vacibdir? İntervallı aclığın əsas mexanizmlərindən biri insulindir. İnsulin pis hormon deyil, əksinə həyatı vacibdir. Amma insulin tez-tez və uzun müddət yüksək qalanda problem yaranır. Yüksək insulin bədənə belə siqnal verir: enerji var, saxla, yağ yandırma. Yəni insulin yüksəkdirsə, bədən yağ ehtiyatlarını istifadə etməkdə çətinlik çəkir. 50 yaşdan sonra bir çox insanda insulinə həssaslıq azalır. Bu zaman bədən daha çox insulin ifraz etməyə məcbur qalır. Nəticə nə olur? Qarın piylənməsi, aclıq dalğaları, yeməkdən sonra yuxululuq, şirniyyata meyl, prediabet, tip 2 diabet riski. İntervallı aclıq burada bədənə fasilə verir. İnsulin aşağı düşür. Hüceyrələr biraz nəfəs alır.
Metabolik sistem daha sakit işləyir. Bu səbəbdən intervallı aclıq sadəcə arıqlamaq mövzusu deyil. Bu insulin sistemi və metabolik sağlamlıq mövzusudur. Ağır pəhrizdə intervallı aclıq arasındakı fərq. Çox insan bunları qarışdırır. Ağır pəhriz deyir, az ye, döz, ac qal, nəticə gözlə. İntervallı aclığın düzgün forması isə belə demir. O deyir, bədənə ritm ver, həzmə fasilə ver, gecə yeməyi azalt, yemək pəncərəsini düzəlt. Yəni məqsəd bədəni cəzalandırmaq deyil, məqsəd bədənə sistem verməkdir. Bu fərq çox vacibdir. Çünki bəzi insanlar intervallı aclığı da cəza kimi edir. Səhərdən axşama qədər ac qalır, sonra axşam bütün günü kompensasiya edir. Çox yeyir, şirniyyat yeyir, fast food yeyir. Sonra deyir, niyə nəticə yoxdur? Çünki bu intervallı aclıq deyil. Bu sadəcə gecikdirilmiş həddindən artıq yeməkdir. Ağır səhv. Yemək pəncərəsində hər şeyi yemək. Bu mövzuda ən böyük səhvlərdən biri budur. İnsan düşünür, 16 saat yemədim, deməli 8 saatda nə istəsəm yeyə bilərəm. Yox. Əgər yemək pəncərəsində siz çox kalorili, şəkərli, emal olunmuş qida yeyirsinizsə, sistemin faydası azalır. İntervallı aclıq qidalanma keyfiyyətini əvəz etmir. O onu tamamlayır. Yəni düzgün model belədir. Yemək pəncərəsi, real qida, kifayət qədər zülal, lif, yaxşı yağlar. Əgər bunlar yoxdursa, sadəcə saatı dəyişmək möcüzə yaratmayacaq. Bədən niyə fasiləyə ehtiyac duyur? Biz çox vaxt həzmi sadə şey kimi görürük. Yedim, keçdi. Amma həzm enerji tələb edən prosesdir. Mədə işləyir, qaraciyər işləyir, mədə altı vəzi işləyir, bağırsaqlar işləyir, hormon sistemi işləyir. Əgər siz bədənə daim qida göndərirsinizsə, bu sistem heç vaxt tam sakitləşmir. Fasilə olanda isə bədən başqa işlərə keçə bilir. Bərpa, təmizləmə, hüceyrə səviyyəsində balans, insulin ritminin normallaşması. Bu səbəbdən intervallı aclıq bəzən nə yediyindən də əvvəl, nə vaxt fasilə verdiyin mövzusuna çevrilir. Burada çox məşhur bir termin var, atofagiya. Bunu çox mürəkkəbləşdirməyək. Atofagiya hüceyrənin öz içində təmizləmə və yeniləmə mexanizmidir. Hüceyrənin içində zamanla zədələnmiş hissələr, köhnəlmiş strukturlar, artıq materiallar yığılır. Bədən fasilə aldıqda hüceyrələr bu daxili təmizlik sistemlərini daha aktiv işə sala bilər. Bu mövzu elmdə çox maraqlı sahədir. Amma burada bir şey də düzgün demək lazımdır. İnsanlar bəzən atofagiyanı çox şişirdirlər. Sanki 16 saat ac qaldın və bütün bədən yeniləndi. Bu belə sadə deyil. Amma uzun qida fasilələrinin hüceyrə bərpa mexanizmlərinə təsiri real və maraqlı mövzudur. Əsas olan bunun möcüzə kimi yox, fizioloji mexanizm kimi başa düşməkdir. Ən böyük səhv birdən başlamaqdır. İnsan dünənə qədər gecə saat 11-də yeyirdi. Gün ərzində 5-6 dəfə qəlyanaltı edirdi. Sonra birdən qərar verir. Sabahdan 16 saat ac qalacam. Bədən şok olur, baş gicəllənir, əsəbilik artır, əl titriyir, şəkər düşür kimi hiss yaranır. İnsan qorxur və imtina edir. Amma problem sistemdə deyil, problem başlanğıc sürətindədir. Düzgün yol tədricilidir. Əvvəl gecə yeməyi kəs, sonra axşam yeməyini biraz erkən et, sonra səhər yeməyini biraz gecikdir. Bədəni öyrət. İntervallı aclıq yarış deyil, bu metabolik adaptasiyadır. Əgər insan yeni başlayırsa, mən ən sərt modeldən başlamağı məsləhət görməzdim. Başlanğıc üçün daha yumşaq variant, 12 saatlıq fasilə. Məsələn, axşam 8-də son yemək, səhər 8-də ilk yemək. Bu belə çox insan üçün böyük dəyişiklikdir. Sonra 13 saat, sonra 14 saat, sonra uyğun olarsa 15-16 saat. Bəzi insanlara 14 saat kifayət edir. Hamı mütləq 16 saat etməlidir deyə qayda yoxdur. Əsas sual budur. Bədəniniz buna necə cavab verir? Enerjiniz necədir? Yuxunuz necədir? Baş gicəllənməsi varmı? Əsəbilik artırmı? Yemək pəncərəsində həddindən artıq yemək olurmu? Bu suallar cavabdan daha vacibdir. Kimlər üçün faydalı ola bilər? İntervallı aclıq xüsusilə bəzi qruplarda yaxşı nəticə verə bilər. Məsələn, qarın piylənməsi olanlar, tez-tez acanlar, şəkər dalğalanması yaşayanlar, gecə yeməyi vərdişi olanlar, prediabet riski olanlar, metabolik sindrom əlamətləri olanlar, enerji dalğalanması yaşayanlar.
Bu insanlarda yemək pəncərəsinin düzəldilməsi çox vaxt ciddi fərq yarada bilər. Çünki problem təkcə kalori deyil, problem hormon ritmidir. Kimlər ehtiyatlı olmalıdır? Bu hissə çox vacibdir. İntervallı aclıq hər kəs üçün deyil. Əgər insanda tip 1 diabet varsa, bunu həkimsiz etmək olmaz. Əgər hamiləlik və ya süd vermə dövrüdürsə, uyğun deyil. Əgər keçmişdə qida pozuntusu olubsa, ehtiyat lazımdır. Əgər ciddi dərmanlar qəbul edilirsə, xüsusilə şəkər və təzyiq dərmanları, həkimlə məsləhətləşmək lazımdır. Əgər insan çox arıqdırsa, əzələ etkisi varsa, bu model düzgün qurulmasa zərər verə bilər. Yəni intervallı aclıq güclü alətdir, amma hər güclü alət kimi düzgün istifadə tələb edir. Burada çox vacib bir detal var. 50 yaşdan sonra insan intervallı aclıq edirsə, zülalı unutmaq olmaz. Çünki yaş artdıqca əzələ etkisi başlayır. Buna sarkopeniya deyilir. Əgər siz yemək pəncərəsini azaldırsınızsa, amma həmin pəncərədə kifayət qədər zülal almırsınızsa, bədən əzələ itirə bilər. Bu isə yaxşı deyil. Çünki əzələ metabolizmin əsas qoruyucularından biridir. Əzələ azaldıqca şəkər idarəsi pisləşir, güc azalır, yıxılma riski artır, bazal metabolizm zəifləyir. Ona görə intervallı aclıq edən insan yemək pəncərəsində keyfiyyətli zülala diqqət etməlidir. Yumurta, balıq, toyuq, ət, qatıq, kəsmik. Bu baza çox vacibdir. Uzun fasilədən sonra ilk yemək çox önəmlidir. Ən pis seçim nədir? Şirin çay, ağ çörək, şirniyyat, fast food, çox yağlı və ağır yemək. Çünki bədən fasilədən sonra belə qidaya daha kəskin reaksiya verə bilər. Daha yaxşı seçim: zülal, tərəvəz, yaxşı yağ, lazım olarsa az miqdarda kompleks karbohidrat. Məsələn, yumurta və tərəvəz, balıq və salat, qatıq və qoz, toyuq və tərəvəz, paxlalı yemək və salat. İlk yemək bədəni sakit açmalıdır, onu şoka salmamalıdır. Gecə yeməyi niyə bu qədər problem yaradır? Bir çox insan gün ərzində normal yeyir, amma gecə hər şeyi pozur. Axşam televizor qarşısında qəlyanaltı, çayla şirniyyat. Geç saatda çörək, pendir, meyvə. Biraz yeyim, nə olacaq? Problem budur ki, gecə bədən həzm üçün ideal rejimdə deyil. İnsulin həssaslığı axşam azalır, həzm yavaşlayır, yuxuya keçid pozulur. Qaraciyər gecə metabolik yük altında qalır. Bu səbəbdən intervallı aclığın ən faydalı hissələrindən biri çox vaxt səhər yeməyini atlamaq yox, gecə yeməyini kəsmək olur. Yəni insan sadəcə axşamdan sonra mətbəxi bağlayırsa, artıq böyük addım atmış olur. Bu videonun ən vacib cümləsi budur. İntervallı aclıq pəhriz deyil, ritmdir. Pəhriz insanı çox vaxt psixoloji yorur, qadağalar yaradır. Sən bunu yeyə bilməzsən deyir. Ritm isə başqa şeydir. Ritm bədənə sabitlik verir. Bədən bilir, nə vaxt yemək gələcək, nə vaxt bərpa olacaq, nə vaxt həzm dayanacaq, nə vaxt yuxuya hazırlaşacaq. İnsan bədəninə ritm verəndə metabolizm də daha sakit işləyir. Ən yaxşı sistem necə görünə bilər? Bir çox insan üçün real, praktik model belə ola bilər. Səhər su, gün işığı, yüngül hərəkət. İlk yemək biraz geç, 2 əsas yemək, axşam erkən, son yemək. Gecə qəlyanaltısız. Bu model çox sadədir, amma sadə olması onu zəif etmir. Əksinə, uzun müddətli işləyən sistemlər adətən sadə olur. Çünki insan çox mürəkkəb sistemi uzun müddət davam etdirə bilmir. Əgər bunu sınamaq istəyirsinizsə, ən ağıllı yol 1 aylıq müşahidədir. 1-ci həftə, gecə yeməyini kəs. 2-ci həftə, yemək fasiləsini 13-14 saata çatdır. 3-cü həftə, özünü yaxşı hiss edirsənsə 15 saata yaxınlaş. 4-cü həftə, bədənə bax və qərar ver. Bu müddətdə bunları izləyin. Səhər enerji, gün ərzində aclıq, yuxu keyfiyyəti, şəkər istəyi, qarın şişkinliyi, çəki, təzyiq, ümumi əhval. Əgər hər şey yaxşılaşırsa, sistem sizə uyğun ola bilər. Əgər baş gicəllənməsi, güclü zəiflik, həddindən artıq əsəbilik, gecə yuxusuzluğu artırsa, sistemi dəyişmək lazımdır. İntervallı aclıq möcüzə deyil, amma çox güclü alət ola bilər. Onun gücü bundadır. İnsulini sakitləşdirir,
Gecə yeməyini azaldır. Həzm sisteminə fasilə verir. Metabolik ritmi düzəldir. Bədəni yağdan enerji istifadə etməyə öyrədir. Amma yanlış edilsə, zərər də verə bilər. Ona görə əsas prinsip budur. Tədricən başla. Bədəni dinlə. Yemək pəncərəsində keyfiyyətli qidalan. Zülalı unutma. Gecə yeməyini kəs və bunu cəza kimi yox, ritm kimi gör. Mən Doktor Azərəm. Növbəti videoda çox maraqlı bir mövzudan danışacağıq. 30 gün şəkərdən imtina etsəniz, bədəninizdə nə baş verər? Günbəgün. Çünki şəkəri kəsmək təkcə arıqlamaq deyil. Bu enerji, dəri, beyin, qaraciyər və iştah sisteminə təsir edən böyük dəyişiklikdir. Sağ olun, salamat qalın.